Salam əziz şagirdlər. Bugünkü mövzumuz hekayənin yazılması ilə bağlı ev tapşırıqlarıdır. Tapşırıq A. Verilmiş plan əsasında hekayə yazın. Uşaqlar, biz giriş hissədə əsas obrazın təqdimatı, əsas mövzuya giriş və ilk gərginlik. Gəlin diqqət edək. Əsas obrazın təqdimatı Elmir adlı ağıllı, maraqlı bir uşaq. Əsas mövzuya giriş babasının laboratoriyasında tapdığı qəribə cihaz və ilk gərginlik, cihazın zaman maşını olduğunu anlaması. Deməli, hekayəmizi yazmaq üçün giriş hissədə bu məqamlara diqqət edək. Əsas hissədə isə uşaqlar, zaman maşınının işə düşməsi Elmir gələcəyə 2125-ci ilə gedir. Gələcəyin təsviri uçan maşınlar, robot müəllimlər, süni ağaclar, yeni obrazlarla tanışlıq, robot Riko Elmirə şəhəri tanıdır, maraqlı müşahidələr, texnologiyanın üstünlükləri və çatışmamazlıqlar və daxili konflikt Elmir gələcəyin həm valeh edici, həm də narahat edici olduğunu hiss edir. Bəs mətnimizin sonluq hissəsini necə qurarıq? Uşaqlar, diqqət edək. Deməli, nəticədə isə indiki zamana qayıdış, Elmirin öz dövrünə qayıtması, dərs və nəticə, texnologiyadan düzgün istifadə etməyin əhəmiyyəti, qərar, gələcəkdə insanlara faydalı olan ixtiralar etməyə qərar verilməsi. Bax, bunun əsasında da mətninizi tamamlayarsınız. Sağ olun, növbəti dərslərdə görüşənə qədər.